Ronaldo'nun doğulduğu yer məhz buradır. Portuqaliyanın Madeira adasındayıq və bu ərazi məşhur futbolçu Cristiano Ronaldo'nun böyüyüb boya başa çatdığı yerdir. Düzdür, siz burada hal-hazırda ev görmürsünüz. Burada onun evi olub, ailəsi ilə bərabər burada yaşayıb. Bu ev dağıdılıb, ərazi indi parkinq olub. Amma ərazinin qarşısında məhz onun şərəfinə bir stadion var. Gəlin həmin stadiona gedək. Cristiano Ronaldo'nun şərəfinə Born Here, Known Everywhere. Burada anadan olub, bütün dünyada tanınan yazısı yazılıb. Yerdə isə onun imzasıdır. Orada yaşayıb və burada futbol oynayıb. Təqribən 50-60 kvadratlıq bir yer olub bura. İndi buranı düzəldiblər və düz ortasında Cristiano Ronaldo və 7 yazılıb, onun əsas emblemi. Arxada isə görürsünüz onun balaca şəklidir. Məhz bu yaşda o bu ərazidə oynayıb və bütün dünyaya adını yazdırıb. Burada isə balaca yazı var Portuqal dilində. Burada anadan olub, bütün dünyada tanınıb yazısı məhz burada yazılıb. Yoldaşının qohumudur Ronaldo. Ronaldo bura balaca olanda topu bura vurub, şən çartladı. Messi. Messi good. Messi good.